Yəqin ki, bu zarafatı bir 15 min dəfə edəcək. Azərbaycanın Sefoğlu güçlərindən birinə gedirik. Sefoğunun kaprizləri varmı? Yoxsa mənim kaprizim mi daha olmalı çoxdur? Onu orada görəcəyik. Onu da anlat. Biz de değil işledik. Cemaat bilyard oynuyor. Bugün Azərbaycanın Dilbər və Sefoğlu şuşələrindən birindəyik. Biz onu içə-içə sizə backstage göstərəcəm ki, Sefoğunun klipi necə Attention please. Turkish Airlines flight number TK2159 Istanbul is ready for departure. Passengers are requested to receive ticket number. Salam əziz dostlar. Gördüyünüz kimi bugün Pəriz bəyin vlogundayıq. Pəriz bəy sizi 100% salamlayıb, amma dedim mən də bir də salamlayayım. Bekləmədə qalın. Arxada xaos var uşaqlar, amma mən gəlmişəm. Klipdə başrol oynayacaq. Azərbaycanın ilk klipdə çəkilən influencerı Apruza xanımın yanında. Ya bu ikinci klipdə çəkilirsiniz deyəsən, yoxsa Xeyr, bir neçənci neçələrini klip? çəkilmişəm. Hansı klip, kimin kliplərində? Əsas elə Ayaz soyaq. Heyecanlısınız yoxsa yox? Məndə həyəcan hissi yoxdur. Yox, heyecanlı deyiləm. Çok rahat, çok profesyonel. Hazırlıqlar necə gedir Messi xanım? Siz Azərbaycanın ilk qrimyor influencerı. Hazırlar gözəl gedir. Görürsünüz ki, xanımı hazırlamışıq. Apruza ilə işləmək çətindir yoxsa? Yox, Əprizə ilə illərdir işləyirəm artıq, alışmışam, amma indi həyəcanla gözləyirəm əsas starı. Yəni ki, Apruza sənin üçün önəmli deyil. Belə başa düşdüm. Hayır mənim əziyyətimə heç vaxt. İndi Sefon gözləyirik. Aha. Həyəcanlıyam. Onu da sən Bəli, eləyəcəksən. mən qrim eləyəcəm. Halaldır. Sən türk məşhurlarının seçimi Messi. Aytəni niyə ağlatdınız? Biz ağlatmamışıq. Bəs yaxşı, bu Mehinin ad gününə şeyləri hardan tapacaqsınız? Ondan nə geyim? Məncə Azərbaycanda bir ofisdə söhbət gedirsə, o xanım sənədləri açırsa, onun bulağında bir də telefon olmaydı və padruqası ilə danışmalı. Hə, elə göndərdin mən bilirsən. Belki gidəndə özümdən çıxıram da bilmirəm. O gün mən bizə nə demişlər? Kasada su qoymuşam bunlara, bunlarla. Verir, bu qaşıq qurusun deyil. Dedim, qaşığı götürərəm. Oturmuşuq, Sefo müəllimi gözləyirik. Görək. Sefo adı Azərbaycanda var, Seyfo deyə var da. Nəysə, bu yaşıl kösəyə yox, kösəm sultan. Bu günləri istirahat eləyək biraz. Get istirahatin elə. Sən də Sefo gəlsin, çəkilişimizə davam eləyərik. Hər şey bir arada var, tamam mı? Bunları hepsini... Buna çəkim disiplini deyirlər. Hamı idarə olunur. Kim haraya gedəcək, kim hardan gələcək. Vaxtında dəqiq, vicdanlı, qərəzsiz, köhnə Aynes TV kimi. Sizinlə mən idim Aytəkin Alxaslı. Çox işlədik, dəhşət işlədik. Yəni, sərt iş rejimindən sonra mütləq yemək yeməliyik. Deyək, çörək bol olarsa, basılmaz və sakit yeməmizi yeyək. Ömrüm kalbimin gidiyor gönlümün efendisi. Geldik global işlerin adamı. Eyvallah, merhaba. Nasılsınız, iyi misiniz? İyi, siz nasılsınız? Sağ olun, teşekkürler. Geldik bir günlüğüne Bakü'deyiz. Klibimizi çekmeye, yarın da dönüyoruz. Bugün klipte boss rolündesiniz. Kendinizi boss gibi mi hissediyorsunuz burada şu an? Sağ olsun Sefo, yılların verdiği dostluğa dayanarak güzel bir Sipama Buradan vererek bir şarkı yaptı. Teşekkür ediyorum kendisine. Benim canım dostum, kardeşimdir. Sefo'yu çok seviyorum. Benim esas işim konser organizasyonları. 5 kıtada, 28-29 ülkede, yüzlerce şehirde iş yapıyoruz. Bakü'de konser planları var mı? Var. Buradaki partnerim Fatima ile güzel projeler yapıyoruz. En son Blok 3 yaptık. 2 gün arda arda sevgililer gününde. Evet, Poezi yaptı. Şimdi Mörda var, Mero var. Tekrardan Sefo var. Hoş geldiniz tekrar. Kolay gelsin size de. Sağ olasın kardeşim. İndi klipin rejissoru Mert Dan'ın yanındayıq. Hamınızı selamlayıram. Sefo ile kaçıncı klibiniz bu? Sayalım. İzabel, Beni bir bilsen diye. Rap budur beyler. Yine seni severdim. Yeni çıktı Sefo'nun 5. Bu da 6'da geldik. Bakü'ye geldik.
İşte Bizon sponsorluğunda bir klip. Bugünkü klip diğerlerinden neyle farklanıyor? Bir kere görsel olarak çok kalabalık, yani yine çok kalabalık şeyler çektik ama bugün işte çalışan bir ofis ortamındayız, bir şirketteyiz. Kendi kaslarımız da var, burada çalışan insanlar da var. Şimdi şarkı Sefo'nun ekibine Spam buraya yazdığı, eğlencesine yazdığı bir şarkı. Biraz daha onu ön plana çıkardığımız, daha böyle bir tık funny mizahın olduğu, biraz Amerikan sitcomları gibi görüntülerin olduğu bir ofis ortamı çekeceğiz aslında. Böyle ciddi bir ofis ortamı değil. Kolay gelsin o zaman. İstanbul'da çekelim bunu. Biz burada klip ortamındayıq. Həm iş gedir burada, şirkətin işi gedir, həm də ki klip çəkilişi gedir. İstənilən halda insanların iş fəaliyyətinə mane olmuş ola bilərlər. Düzdür, bu da şirkətin xeyrinədir. Mən istəyirəm ki, buradakı işçilərlə münasibət quraq və onlardan soruşaq. Ümumiyyətlə görək onlar tanıyırlar, Sefo kimdir. Özünüzü təqdim edə bilərsiniz. Xoş gördük sizləri. Pərvin Dolxanova, mütəxəssisəm. Bizi bir-birimizdən bir dənə hərf ayırır da, biləsiniz. Sefonu tanıyırsınız. Bəli, onun belə deyək, fanatlarımdanam, sayılıram, konsertlərində iştirak etmişəm. Çox belə xoş oldu mənə, eşitdim ki, şirkətimizə gəlir. Həqiqətən çox şad oldum. İşinizə mane olmur bu proses? Xeyr, əlbəttə, əksinə bizə xoşdur, çox xoşdur. Yəni əlimizdən gələn nə köməklik lazımdırsa edə bilərik. Sizləri də xoş gördük. Çox sağ olun, çox sağ olun. Çox sağ olun, biz də çəkilişə davam edirik. Sizə mane oluruqsa üzürlü sayın. Demək istəyirəm, o çiçəyin verilişi ilə bağlı. Çox düz deyirsiniz, inansız maşın sürəndə. Nəriman Xələfov Milla zavodunun nümayəndəsiyəm. Sefonu tanıyırsınız? Sosial şəbəkədən. Sosial şəbəkədən tanıyırsınız. Bugün işinizə mane olmuruq çəkilişdə. Bir balaca oldu, amma xoşdur. Yorulmayasınız. Sağ olun. Çox sağ olun. Salam aleyküm. Salam. İşinizə mane olmuruq. Yox, buyurun. Sefonu marka siması kimi seçəndə və yaxud da ki onun layihəsinə sponsorluq eləyəndə hansı hissləri keçirdiniz? Mənim üçün əslində çox maraqlı proyekt oldu. Çünki özüm birbaşa bununla məşğul idim. Mənim üçün çox maraqlıdır, əyləncəlidir. Bir dənə də şəkil çəkdirmişik alır. Sizi burada yormurlar, işinizə mane olmurlar. Конечно же yox. Tək iş getsin. Sefonu tanıyırsınız? Sefonu eşitmişəm Sefo haqqında. Müğənnidir, türk müğənnisidir. Bəs eşidəndə ki sizlə birgə layihə görəcəyini hisslər keçirdiniz? Rus dili danışa bilərəm. Danışın. Mən asla başa düşmürəm amma danışın. Subtitr zəhmət olmasa. Tamam kardeşim. Я очень рада тому, что... Siz çok şad oldunuz ona göre ki. Да, такие знаменитые личности приезжают в Азербайджан, тем самым снимая клип, потому что такие люди осведомляют своих подписчиков о том, что все-таки, что такое Азербайджан, что он такой гостеприимный, что здесь есть такие прекрасные люди, которые готовы принимать гостей и очень, тем более, любят турецкую нацию. То есть мы как братья, мы очень рады, что мы, как синергия, можем создать какие-то совместные проекты, с этими проектами, этими творческими, скажем так, да, историями показывать, что мы классные. Teşekkür ederim, minnətdaram. Bugün Sefo burada klip çəkir. Çünki bu həm də musiqi Və gözəlinin məsafələri dil bariyerlərini dəf edərək qəlbləri və ruhları birləşdirə bildiyinin sübutudur. Hoş geldiniz Sefo Bey. Hoş bulduk, merhaba. Azerbaycan'da görmekten çok memnunuz. Ben de çok memnunum. Klibin backstage'indeyiz. Size Evet. sorularımız var. Nasılsınız? Buyurun. Kendinizi nasıl hissediyorsunuz? İyiyim, sağ olun, nasılsınız? Sağ olun. Burada sizi sevenler çok ve onlar da Azerbaycan'da klip çektiğinizi duyunca tabii ki çok sevinecekler. Şarkı nasıl yarandı? Bu hakta konuşmanızı isterim. Böyle bir kaybı oluyorum. Yani ben de Bakü'de olduğum için çok mutluyum. Birkaç kez konser de verdik Bakü'de. Azerbaycan halkını da çok seviyorum. Onların da sevgilerini görüyorum internetten. Onlara çok selam gönderiyorum. Umarım güzel bir şarkı olur. Umarım beğenirler onlar da. Şimdi de kulağımızda pelesenk oldu yani çok. Evet, biraz hareketli, eğlenceli bir şarkı. Böyle yaz ayına uygun. Daha hareketli. Umarım seversiniz. Bence Samsunspor'un GS'e attığı goller gibi bu yaz kendi sizinle aynı dalda koşan insanları da geride bırakacaksınız gibi. İnşallah o zaman. İki takımı da çok seviyorum ama Samsun tabii daha memleketim olduğu için benim için daha ön planda. Çok teşekkür ederim. Biz teşekkür ederiz. Hoş geldiniz. Yarın devam ederiz. Asya gelmiş arkadaşına destek olmaya. Herkesten nefret ediyorum, Sefo'dan da. Bu sevgisini bu kadar açık şekilde etiraf eden insan bilmirik. Tüm erkeklerden nefret ediyorum, gebersin hepsi. Erkeklere ne mesaj verebilirsin burada? Geberin. Teşekkürler. Biz şimdi gebermeye gidiyoruz. Birazdan görüşerik. Canım McDonald's çekiyor. А можно мы закажем McDonald's? Bakıda en iyi McDonald's. McDonald's mənim kartımdan çıxıbdı. Baxın, 19 manat pulum qalıb. Tərs çıxır. 92 manat McDonald's-a pul ödəmişəm. Icardi bilmiyorum diyor.
Bugünkü çəkilişimiz bitdi. Sabah yenə backstage-də olacağıq. Sabahki görüntülər məncə daha maraqlı olacaq. İndi keçək o görüntülərə. Sağ olun. Bugün ikinci gündəyik. Mikrofonu belə tutmuşam. O gün bir də influencer qız var idi. Güya lağ eləyirdi ki, niyə əldə mikrofonu belə tuturlar? Əslində bu sinəyə taxılmalıdır. İndi mən kimləsə söhbət eləyirəmsə, sinəmi onun ağzının içinə soxası deyiləm də. Gözəl xanım, əllə eləmək daha rahatdır. Gayrimenkul ev işleri yapıyorum. Şu gördüğüm binalara diktim. Mən yəni 2 gündə 5 kilo arıqlamışam artıq. Stressdə. Bəli. Kartımı yaza bilərəm burada. Pul göndərsəz özümə gələcək. 19 manat pulum qalır. Yattır baba. Merhaba, arabanız çok güzelmiş. Ne iş yapıyorsunuz? Galerici. 2 gündür settesiniz aralıksız. Birkaç sorum olacak. Tabii Kısa abi. sorular. Çay mı kahve mi? Kahve. Gece çekimi mi gündüz çekimi mi? Gece çekimi. TikTok mu Instagram mı? Instagram. Romantik şarkı mı yoksa trap mi? Romantik. Action mı yoksa cut mı? Action. Bu klipten insanlar ne beklesinler? Ne Action. mesaj verebilirsiniz? Mesajımız, yani aslında bir mesajımız yok. Eğlenceli bir şarkı. Umarım eğlenirler. Biz çünkü çok eğlendik klibi çekerken de, şarkıyı söylerken de. Umarım severler. Hamınızı severim. Demet Akalın'ın en nefret ettiği gazeteci ben olabilirim. Niye? Onun şampanya videosu vardı ya, garsonu, onu ben çekmiştim. Yemin et. Hadi ya. Kadın açıklama verdi. 50 migren ilacı içtim diye. O Azerbaycan'da mı oluyor? Yok, Bodrum'da olmuştu. oldu. Evet, Ha, ben de sen oradaydım. çektin. Sahneye gitmiştim. Eyvallah, eline sağlık abi. Sen başımızı yakarsın o zaman bizim de. Yapmam Eyvallah. seviyorum. Sağ olasın. Sağ olun. Sağ Kendine iyi olun. bak. Kolay gelsin. Sağ ol. Klipimizin son çəkilişlərini, son kadrlarını çəkdik. Klipimiz artıq yekunlaşdı. Yaxın aylarda, yaxın həftələrdə sizin ixtiyarınızda olacaq. Biz onun sponsorluğu ilə mənim bloquma baxdınız. Görüşərik.